Deməli, şəklin arxa fonunu silmək istəyirəm. Bunun üçün ilk növbədə Lassa tool'a daxil oluram. Daha sonra burada maqnetik Lassa tool'u seçirəm. Ən rahat alət budur. Burada mouse'un boğaz hissəsinin sol düyməsini bir daha vururam və mouse'un göstəricisini çəkərək bu adamı işarələməyə çalışıram. Bunun məsələn də ta burasını da edirəm. Ya da ki, Ctrl-Z basın, bu isə ayrıca eləyərəm. Bax, yenidən seçirəm. Balaca hissəni sonra da yenidən seçirəm. Bunu düz aparıram. Daha sonra bu hissələri seçirəm. Təxminən bunları da belə seçirəm. Mouse'un sol düyməsini bir daha vururam. Bu obyekt seçildi. Burada brush tool aləti var. Brush tool aləti ilə normalda rəngləsəm, ölçüsünü artırım. Normalda bu hissəni rəngləyəcək. Ctrl-Z basıram. Mən istəyirəm seçdiyim hissəni yox, seçmədiyim hissəni rəngləyim. Bunun üçün klaviaturadan Ctrl-Shift-I-ni basıram. Belə də göstərim ekranda görsənsin. Ctrl-Shift və I düyməsini basıram. Eyni anda və daha sonra rəngləsəm görəcəksiniz. Bu hissəni rəngləmir, ancaq bu hissəni rənglir. Təbii ki, burada rəngi dəyişmək lazımdır. Bunun üzərində mən sol düyməsini 2 dəfə vururam. Məsələn, arxa fonu yaşıl eləmək istəyirəm. OK basıram və başlayıram bunu rəngləməyə. Arxa fon. İstəsəniz buradan daha böyük ölçü seçib, daha sürətlə rəngləyə bilərsiniz. Və daha sonra görürsünüz, bu əlin arasında o ağ rəngli olan hissə var. Ctrl-D-ni basıb seçimdən çıxıram. Alt və mouse'un təkəri ilə fırladıb yaxınlaşdırıram. Və gələn bu hissəni də ayrıca Lassa tool'la seçirəm. Daha doğrusu maqnetik Lassa tool'la. Burada mouse sol düyməsini bir daha vururam. Və buranı ayrıca deyirəm, seçirəm. Burada bəzən bu yapışmayanda burada mouse sol düyməsini bir daha vurursunuz ki, yəni özü işarələsin bu hissəni. Burada mouse sol düyməsini bir daha vururam. Və daha sonra yenə fırça alətini, yəni brush tool alətini seçirəm və yəni ümumi planı balacalaşdırırım və başlayıram buranı rəngləməyə. Biraz hətta balacalaşdıraq, yəni rahat bu formada, yəni gördüyünüz kimi. Belə. Təbii ki, daha detallı işləmək istəyirsinizsə, yəni yenidən burada məsələn Lassa tool'u seçirəm, heç maqnetik Lassa tool'u seçmirəm. Və buraları mən səliqə ilə seçirəm ki, məsələn lap belə yaxşı dərindən istəyirəm. Yenə fırça alətini götürüb bu hissəni rəngləyirəm. Yəni bu formada, yəni əgər müəyyən hissələr istəmirsiniz qalsın, Lassa tool'u seçirəm və bu hissələri səliqə ilə seçirəm belə ki, lap dəqiq olsun da. Pikselləri ayrıca seçdim. İndi brush tool'u basıb yaxınlaşdırım ki, fərqi görə biləsiniz. Yəni həmin hissəni rəngləyə bilərsiniz. Ctrl-0'ı basıram və ümumi planda şəklin rəngləndiyini görürəm. Bu qədər.